Deməli, uşaqlar, bu qrupa sizə sınav atmışdım. Səhifə 38, 39, 40. Demişdim ki, imtahana kimi çalışın, işləyəsiz. Düzdür, biz zaten bu sınavları kursda bir də müzakirə edəcəyik. Amma bunu sizə təkrar məqsədi ilə atıram ki, daha yaxşı qavrayasınız. Bir də təkrar etmə şansınız olsun. Tez bir dənə da izah çəkim, qaçın kursa. Birinci test başlayaq. Rəqəmləri müxtəlif olan Rəqəmlərin müxtəlif olan ən böyük və ən kiçik dörd-rəqəmli ədədlərin fərqini tapın deyir. Deməli, rəqəmləri müxtəlif olan ən böyük dörd rəqəmli ədədimiz 9, 8, 7, 6, 9876-dır. Ən kiçiyi uşaqlar 1234 yazır. Yox, uşaqlar. Ən kiçiyi 1023-dür. İndi bunların birinci fərqini tapırıq. Düzdür? 9876 çıxılsın. Demək, davam edək. 9876 çıxılsın 1023. Bu da bizə verir 8853. Deyir, həmin ədədi yüzlüklərə qədər yuvarlaqlaşdıraq. Təklik onluq 100-dür. Deməli, 8-dən sonra 5 gəldiyinə görə bu bir vahid artır olur. 0, digərlər 9, digərlər 0. Yəni, birinci testimizin düzgün cavabı B variantı. Ədədin yazılışında 1, 2, 3, neçə rəqəm bir ədəd fərqi yoxdur. Sağdan sola doğru saydıqda üçüncü yerdə duran 1, 2, 3, üçüncü yerdə duran 6 rəqəmini 9 rəqəmi ilə əvəz etsək. Məsələn, digərlərinin hamısına 1 yazaq. Nə ürəyiniz istəyirsə də, yəni tutaq ki, bu 1611 imiş, fərqli də yaza bilərsiniz. Məsələn, 2-3 yazın. Heç bir önəmi yoxdur. Məsələn, 1623 imiş. Burada 6 rəqəmini 9 rəqəmi ilə əvəz edib olub 1923. Ədəd necə dəyişib? Görürük ki, artıb. Neçə vahid artıb? 1923 çıxılsın 1623. Cavab olur 3. 300 vahid artar. Ya da kişi vahid deyə bilərdiniz ki, sağdan sola doğru 3-cü yerdə duran yüzlükdür. Təklik onluq yüzlük. 6-dan 9-a 3 vahid artırsa 3 yüzlük artacaq. Yəni 300 bu şəkildədir. Amma mən xəyali ədəd rəqəm yazıb hesablamağın tərəfdarıyam. Yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda 200 alınan ən böyük ədədlə ən kiçik ədəd. Uşaqlar, yüzlük deyirsə hazır qaydadır. Yüzlük deyirsə ən kiçiyi tapanda 50 çıxırıq. Ən böyüyü tapanda 49 əlavə edirik. Ən böyük ədədimiz olacaq 200 üstəgəl 49. Yəni 249. Ən kiçik ədədimiz də olacaq 200 çıx 150. Yəni 200 çıx 50, o da 150. İndi bizdən də soruşur ki, bu ikisinin cəmi bu bizə verir 399. Ya da hazır qayda kimi yadınızda saxlamaq istəyirsinizsə, yüzlükdən söhbət gedirsə, yuvarlaqlaşdırdıqda alınan ən böyüklə ən kiçik ədədin cəmi həmin ədədi 2-yə vurub 1 çıxırsınız. Amma mən hazır qayda tərəfdarı deyiləm və bu şəkildə tətbiq edəndə o 399-u hardan aldığımızı görə bilirik. Çünki imtahanda qayda yadınızdan çıxar. Amma tətbiq etməyi bacarsaz, qayda yadınızdan çıxsa da bu şəkildə yazacaqsınız, ən böyük hansıdır, ən kiçik hansıdır, toplayacaqsınız. Sonra 4-cü sualda da uşaqlar diqqətsizlik edib 256 ədədinə 5 rəqəminin mərtəbə qiyməti. Uşaqlar, təklik onluq 5 rəqəminin mərtəbə qiyməti 10, yəni onluq mərtəbədədir. Mərtəbə vahidi 50 deyir, 10, 50, daha doğrusu mərtəbə qiyməti 50, tərsinə yazdım. 5 rəqəminin mərtəbə qiymətimiz 50, mərtəbə vahidimiz isə 10. 50 ondan neçə dəfə azdır, çoxdur deyirsə 50-ni bölürük ona, bu da bizə verir 5. 4 rəqəmli ABCD ədədi verilmişdir. ABC'ni yenə uşaqlar, mən xəyali ədəd verib hesablamaq tərəfdarıyam. A və C-ni 6 vahid azalt. Tutaq ki, A-ya 9 verək, C-yə 8 verək. Niyə? 6 vahid azaltmaq asan olsun. B və D-ni 4 vahid artıraq. Buna 1 verək, buna 2 verək. Məsələn, ədədim budur. İndi A və C-ni 6 azalsam, 9-u 6 azalsam 3, 8-i 6 azalsam 2. B və D-ni 4 artır. 1-i 4 artır 5, 2-ni 4 artır 6.
Ədəd necə dəyişdi? 9182 oldu 3526. Azalar. Azalar. Neçə vahid azalar? İstənilən xəyali rəqəm yazmaqla siz bu misalı tapa bilərsiniz. Yəni vacib deyil mənim kimi 9, 8, 1, 2 nə yazsaz ödəyəcək. Narahat olmayın. Burada çıxsaq 6, 6 daha doğrusu 12 çıx 6, 6, 7 çıx 2, 5, 11 çıx 5, 6. Bu da bizə verir 5656 vahid azalar, yəni B variantı. Daha sonra indi 6-cı testdə uşaqlar nəyi səhv eləyib? Gəlin deyim. 9270-i 9-a böləndə oradakı 0-ı yeyiblər. 9-u 9-a bölürük. 1. Düzdürmü? 2, 2-nin içərisində 9 yoxdur deyə 0 yazıram. 7-ni düşürdürəm. 27-nin içərisində 9 3 dəfədir. Düzdürmü? Yenə sondakı 0 9-a böləndə 0. Yəni 1030. Uşaqlar bunu 130 yazıb hesablamışdı bəziləri. 1030 üstə gəl 4478. 1030 və 4478-i toplasaq bu bizə verir 5508. Daha sonra bu ədədi də bölürük 18-ə. 55 3 dəfə 54. 1 0-ı düşürtdüm. 10 10'un içərisində 18 yoxdursa 0 əlavə edib, sonra 8'i düşürdürəm. Burada olur 6 dəfə. Burada 36 yazmayın uşaqlar. Bax, 0'ı yesəz 36 variantlarda olacaq. 306 deməli Rum rəqəmi ilə 300 seydi. 6, 5 üstə gəl 1. Yəni düzgün cavab olur B variantı 6-cı testdə. 7. Bazar günü 20:45'də yola düşən qatar bazar ertəsi 7:50-də gedəcəyi son stansiyaya çatdı. Qatar neçə saat yolda olub? Uşaqlar, bazar günü 20:45'də yola çıxıbsa gün bitiminə qədər nə qədər yolda olub? Onu necə tapacağım? Saat 12'də vaxt gün bitir də, bazar günü bitir. 24:00-dan 20:45'i çıxacağım. Bunu necə çıxırdıq? 23:60 şəklində yazırdıq. Çünki 0-dan 45 çıxmaq olmur axı. Gedir bundan bir qonşudan kömək alır ki, sən 1 saatını mənə verə bilərsən. O da verir, amma biz onu dəqiqəyə çevirib alırıq. Elə bil ki, gedirik mamadan 1 manat alırıq. Amma manat şəklində yox. Deyirik ki, mən onu qəpiklərlə ver. Qəpik şəklində alırıq. Deməli, 60 çıx 45, 15, 20 çıx 23, 3 saat 15 dəqiqə bazar günü yol gedib. Bazar ertəsi də 7:50-də çatdı. Yəni 7:50-yə qədər yolda olub. 3 saat 15 dəqiqə, 7 saat 50 dəqiqə. Toplasaq 8:65. Axı 8 nədir? 3 ilə 7 toplayanda 1 dəqiqə. 3 və 7 10. Allahım. 10:65. 10 saat 65 dəqiqə, 65 dəqiqə özü 1 saat 5 dəqiqə deməkdir axı. Onu da 1 saat buna əlavə edirik. Olur 11 saat 5 dəqiqə. Yəni 7-ci testimizin düzgün cavabı. Eyni sürətlə hərəkət edən iki avtomobildən biri 3 saat, o biri 5 saat yolda olmuşdur. İkinci avtomobil birincidən 190 km çox. Yadınızda qalsın uşaqlar. İstəyir az desin, istəyir çox desin. Bax, hansı sözlər? Az, çox və ya artıq. Bu sözləri görəndə bilin ki, aradakı fərqi göstərir. Yəni 5 saat, 3 saatdan neçə saat çoxdur? Arada fərq nə qədərdir? 2 saat. Bax, bu 2 saata 190 gedib. Ona görə 190-ı bölürük 2'ye. İndi deyəcəksiniz ki, müəllim, 190-ı böldünüz 2'ye. 190 böl 2, 95 bizdə nədir? 95 sürətdir. Çünki eyni sürətdə axı hər ikisinin sürət, hər ikisinin 1 saata getdiyi yol. Birinci avtomobil neçə kilometr yol gedib? Birinci avtomobil 3 saat yol gedibsə 3 vur 95. Bu da bizə verir 285. İkinci avtomobili soruşsaydı 5 vur 95'i tapardıq. İkisini birlikdə soruşsaydı axırda ikisinin cavabını toplayardıq. Yəni həmişə sonu diqqətlə oxuyun. Sizdən nə soruşur? 9 eyni qiymətə 3 eyni qiymət. Aha, 3 qutu qara və 5 qutu göy markerə 57 manat 60 qəpik. Deməli, 3 qutu qara, 5 qutu göy. Cəmi 8 qutu. Niyə topladım? Eyni qiymətdir. 57 manat 60 qəpik. Yəni 5760 qəpiyə 8 qutu alıbsa, mən bu ədədi 8-ə bölüb bir qutunun qiymətini tapa bilərəm. 720 qəpik. Bir qutu. Bir hər qutuda da 12 marker var. Bir qutu 720-dirsə, 720-yi də bölərəm 12-yə ki, görüm bir markerin qiyməti neçə olar. Bu da bizə verəcək 60 qəpik. 9-cu testimizin düzgün cavabı.
dəqiqə böyüdüm biraz. 10. Hesaplayın deyir. Hesaplayaq. 9648-i gəlin bölək 24-ə. Necə bölək? Deməli, 96 içərisində 24 4 dəfədir. 4 vur 96 0. 4-ün içərisində 24 yoxdur 0. 8-i düşürdük. 48-in içərisində 24 2 dəfə. Uşaqlar, bu cür tapşırıqları biz siz niyə verirlər? Çox uşaqlar burada 0-ı yeyir. Bax ona görə. Sizin diqqətinizi yoxlayırlar. 46512-ni də bölürəm 456-ya. Deməli, neyniyək? Yenə 465-in içərisində 456 bir dəfədir. Düzdür? Çıxdı. 11, 15-dən 6, 9. İndi 1-i düşürtdüm bura. Baxıram ki, 91-in içərisində 456 yoxdur deyə. Sonra 2-ni düşürdürəm. 912-in içərisində 456 2 dəfədir. Belə 912-dir. Bu da oldu 102. Sonra neynə? Deyir, bunları topla. 402 və 102-ni toplasam bizə verəcək 604. Düzdürmü? Daha sonra isə 402 504 daha doğrusu. Sonra nə istəyir bizdən? 504-ü də bölürük 63-ə. Yenə də hesablasaq 8. Yəni düzgün cavab 10-cu testimizdə A variantı. Aralarındakı məsafə 360 olan iki şəhərdən eyni zamanda qarşı-qarşıya iki avtomobil yola düşdü. Birinci avtomobil bu yolu 363 saata gedir. Deməli, sürəti neçədir? 120 km/saat. Çünki bu yolu 363 saata gedir. Digəri 6 saata gedir. Deməli, sürəti neçədir? 360 böl 6, 60 km/saat. Əgər qarşı-qarşıyadırsa, sürətlər toplanılır. Yəni, 1 saata 180 km gedirlərsə, neçə saatdan sonra görüşərlər? Yəni 360-ı neçə saata gedərlər? 360 bölü 180. Bu da bizə verir B variantı 2. Növbəti aralarındakı məsafə 300 olan A şəhərindən B şəhərinə eyni istiqamətdə və eyni zamanda iki qatar yola düşdü. Birinci qatarın sürəti 60 km/saat idi. Deməli, birincinin sürəti 60-dırsa, neçə saata çatacaq? 5 saata. Uşaqlar diqqətli olun, çaşdırıcı sualdır. Uşaqlar nə eləmişdi? Deyir, 5 şəhərinə ikinci qatardan 1 saat tez çatdı. Tez çatdısa, müəllimə, deməli deyir, onda o 5 üstə gəl 1, 5 üstə gəl 1, 6 saat, daha doğrusu, tez sözünə görə uşaqların izahını deyirəm hələ, elədikləri səhvi. 5 çıx 1, 4 saata gedib, 300-ü də 4-ə böldük, 75 cavablarda yox idi. Uşaqlar, deyir ki, birinci qatar tez çatdı, birinci qatar tez çatdı. O zaman, deməli, ikinci qatar geç çatdı, geç. Yəni, bu 5 saata çatıbsa, o 1 saat geç, yəni 6 saata çatıb. 6 saata 300 kilometr yol gedibsə, 300-ü bölürük 6-ya, cavab olur 50 B variantı. Burada da yenə sadəcə şərti diqqətlə oxumaq lazım idi uşaqlar. Çünki imtahanda o sizin səhv tapdığınız 75 variantlarda ola bilər. Ona görə diqqətlə oxuyun şərti. Ulduzların yerinə buraxılmış rəqəmləri yazın, cəmini tapın. Deməli, hansı ədəddən 9 çıxsam 4 edər? 4 üstə gəl 9, 13, yəni 3. Daha sonra, deməli, burada neçə imiş? 1 üstə gəl 7, 8, 9. Niyə? Çünki 9 bir onluğa verdi, qaldı 8, 8-dən də 7 çıxanda 1. Sonra 6-dan 8 çıxmaq olmur, 16-dan 8 çıxanda 8. Deməli, burada neçədir? 7. Bir onluq verib, qalıb 6, 6-dan 3 çıxıb 3. 3-dən də 1 çıxıb 2. İndi deməli, ulduzların yerinə neçə yazdım? 7, 9, 3, aşağıda 1, burada da 8. 9, 1, 10, 3, 7, 10, 20, 28 düzgün cavab. Sonra cəmi desimetrlə ifadə edin. Uşaqlar, bayaq bir dənə sxem verdim. Kilometr, metr, desimetr, santimetr, millimetr. Çox qəşəng sxem. Deməli, desimetrə gətirəndə hamısını desimetrdən ifadə edək. 3 kilometr. Kilometrdən desimetrə neçə sıfır var? 1, 2, 3, 4. Yəni 3-ün yanına 1, 2, 3, 4 dənə sıfır əlavə edin. Oldu 30.000 desimetr. İndi metrə. Metrdən desimetr 1 sıfır var, yəni 40 desimetrdir. 5 desimetr zaten elə desimetrdir. 60 santim, santimdan desimetrə geri gedəndə 1 sıfırını silirik. Yəni bu da olur 6 desimetr. Deməli, birinci ədədi toplasaq, 30.000 burada var.
45, bir də 6. Bunları da toplasaq 51. Bu oldu 30.051 desimetr. İndi gəlin ikincini hesablayaq. 2, yenə kilometrdən desimetrə 4 sıfır var. Yəni 20.000. 10 metr 1 sıfır olduğuna görə bu olur 100 desimetr. 12 olduğu kimi qalır. Santimdən desimetrə 1 sıfır gedir. Olur 7. Yəni 20.119 desimetr. Sonra da bunları neyinə deyir? Topla. Yəni harada yazın? 30.051 üzərinə 20.119 topluyoruz. Burada da cevap olacaq. Sonu sıfırlı ilə bircə variant var. Yenə də toplayaq. 0, 6, 7, 1, 0, 5. 50.170. Çevirdik, sonra topladıq. 15. Saat 8:40 da A məntəqəsindən yola düşən avtomobil 13:10-da B məntəqəsinə çatdı. 30 dəqiqə dayandı. AB məntəqələri arasındakı məsafənin 360 km olduğunu bilərək avtomobilin sürətini tapın. Uşaqlar 13:10-dan 8:40-a nə qədər zaman olub arada onu tapırıq. Deyirəm ki, mən ondan 40 çıxa bilmirəm. Gedirəm yenə kömək alıram ki, nə olar? Sən 1 saatı ver mənə, o da verir. Amma 1 saatı mən ondan dəqiqə ilə alıram. 10 dəqiqə özümdə var. 60 dəqiqədə ondan aldım. Oldu 12:70. 12:70-dən 8:40 çıxıram, 4:30. Düzdürmü? 4 saat 30 dəqiqə bu yolda olur. Bunun 30 dəqiqəsini dayan. 30 dəqiqəni də çıxanda deməli bu 4 saat hərəkət edib. 4 saata 360 gedibsə, sürəti neçədir? 360 bölünsün 4. Yəni düzgün cavabımız oldu 90 D variantı. Bağdan 648 alma, 648 alma. Bundan 3 dəfə az. Yəni 648 böl 3, 216 armud yığıldı. Yığılan armudun yarısı, 216'nın da yarısı. Aha, yarısı, yəni 108'i hər birində 12 kilogram olmaqla yeşiklərə dolduruldu. 108'i də 12'ye bölürük. Neçə yeşik armud göndərildi? 9. 17 deyir 2 ədəd 2. Da yazıram. 2, 2. 1 ədəd 5. 2 ədəd 0, 0 rəqəmlərinin köməyi ilə yazılan ən böyük və ən kiçik 5 rəqəmli ədədlərin fərqi. Ən böyük isə böyükdən kiçiyə düzürəm. 5, 2, 2, 0, 0. Kiçik deyirsə, kiçikdən böyüyə düzməliyəm. Amma 0, 0, 2, 2, 5 yaza bilmərəm. Axı 0 ilə başlayan ədəd 5 rəqəmli olmur. Ona görə belə olur. 2, 0, 0, 2, 5. Başa düşdük? Sonra da bunların fərqini istəyir. 10 çıxı 5, 5. 9 çıxı 2, 7. Burada qaldı. Deməli, 1, 2, 5'dən də 2 çıxanda 3. Yəni düzgün cavabımız oldu 32.175. Sonra 18-ci testə baxaq. Deyir ki 0, 4, 5, 6 rəqəmlərinin köməyi ilə yazılacaq ən kiçik 4 rəqəmli ədəd. Əlbəttə ki, yenə deyirəm, kiçik deyirsə, kiçikdən böyüyə düzməliyəm, amma 0-ı qabağa yaza bilmirəm. Ona görə bu 4056 olur. Yüzlüyə də yuvarlaqlaşdırsaq, 4 0-dan sonra 5 gəldiyinə görə bu 0 bir vahid artır, qalanlar 0 olur. Yəni 18-ci testiləsin düzgün cavabı. Deyir ki, 5000 A37 4 rəqəmli ədədində A rəqəminin mərtəbə qiyməti ilə mərtəbə vahidinin cəmi. Deməli, A-nın mərtəbə vahidi təklik onluq yüzlükdür. Deməli, mərtəbə qiyməti neçədir bilmirəm, amma mərtəbə vahidi 100'dür. Toplayanda 800 edir. Düzdürmü? 800'dən 100 çıxıram. Deməli, mərtəbə qiyməti də 700. O zaman A neçədir? 7'dir. Nəyə görə? Deməli, burada 7 var ki, mərtəbə qiyməti 7 vur 100'dür. Mərtəbə vahidi də 100'dür. Bunları toplamışıq, 800 alır. Deməli, çox uşaq nə edir? Diqqətsizlikdən elə 8'i götürür, cavaba yazır. Axı, orası 8 yazsaz, o zaman mərtəbə vahidi 100 olanda mərtəbə qiyməti 800 olur. Cəm 800 alınmır, axı 900 alınır. Diqqətli olun. 20-ci testdə demək olar ki, çox uşağın mexaniki səhv elədiyi bir hissə idi. 345 ədədində uşaqlar 5 təklik yoxdur, 345 təklik var. 34 onluq var, 3 yüzlük var. Bu doğrudur. Təkliklər mərtəbəsinin 5, onluqlar mərtəbəsinin 4, yüzlüklər mərtəbəsinin 3 vahidi var. Düzdür, biz belə deyirik də, təklik mərtəbə vahidi 5'dir, onluq mərtəbə vahidi 4'dür, yüzlük mərtəbə vahidi 3'dür. 5 rəqəminin mərtəbə qiyməti 5 vur 1.
5. 4 rəqəminin mərtəbə qiyməti 4 vur 10, 40. 3 rəqəminin mərtəbə qiyməti 3 vur 100, 300-dür. Bu da doğrudur. 5 rəqəminin mərtəbə vahidi 1-dir, çünki təklikdə durur. 4 rəqəminin mərtəbə vahidi 10, 3 rəqəminin mərtəbə vahidi 100-dür. Hansı doğrudur? Bir dənə 1 səhvdir. Yerdə qalanlar düzdür. Ona görə düzgün cavab B variantı. 21'ə baxırıq. Aralarındakı məsafə 110 kilometr olan kişilərdən eyni zamanda əks istiqamətdəki maşın yola düşdü. 4 saat sonra onlar arasındakı məsafə 790 oldu. Deməli, 790-dan 110-u çıxırıq. Niyə? Bu aradakı məsafə daxı bizə gedilan lazımdır. Çünki sürət tapacağımsa, mənə hərəkət etdiyi yol lazımdır. O 110 zaten aralarında var idi. Deməli, 680 kilometr, bunlar 4 saata hərəkət ediblər. O zaman 680-i bölürəm 4-ə. 680-i 4-ə bölsək 170. Əks istiqamət olanda sürətlər toplanır. Yəni, birincinin sürəti 80-dir. İkincinin sürəti neçədir ki, toplayıb 70 almışıq? 170. 170-dən də 80 çıxırıq. Bu da bizə verir 90, yəni A variantı. Düzgün işləməyən 1 saat var. Hər 8 saatda 1 dəqiqə geri qalır. 8 saatda 1 dəqiqə geri qalırsa, bizim də bir günümüz 24 saatdır. Düzdür uşaqlar? 24 saatın içərisində neçə saat var? Neçədən 8 saat var. 24-ü 8-ə bölürəm, 3 saat. 3. 3 dənə 8 var. Bax, 8 saat, 8 saat, bir də 8 saat, düzdür? Hər 8 saatda bu 1 dəqiqə geri qalır. 1 dəqiqə, 1 dəqiqə, 1 dəqiqə. Deməli, bu bir gündə 3 dəqiqə geri qalır. O zaman 4 gündə 4 vur 3, yəni 12 dəqiqə geri qalacaq D variantı. Daha sonra 23 verilən bərabərliklərdən səhv olanı tapın. Deməli, kütlə vahidləri uşaqlar ton, sentiner, kiloqram, qram, milliqram. Bu sistemlərdən çox yaxşı, çox rahat yadda saxlamaq olur. Deməli, 2 ton 2000 kiloqramdır. Baxın, ton və kiloqram arasında 3 xət var, 3 sıfır. Sentiner kiloqram arasında 2 xət var, 2 sıfır, 500 və 47. Toplasaq 2547, yəni A doğrudur. Sonra uzunluq vahidlərini verdim. Kilometr, metr, desimetr, santimetr və millimetr. 4 kilometr 4000, 1800 metr zaten elə metrdir. 200 santim, santimdən metrə gedəndə 2 sıfırı gedir, 2. Bunları da toplasaq 5802. Deməli, B də doğrudur. Gəlirik C variantına. 1 saat 60 dəqiqədir. 2 saat 120, üzərinə 28 dəqiqə əlavə edirik. 1 dəqiqə 60 saniyə olduğuna görə 120 böl 60, bu da bizə verir 2. Toplasaq 148 üstə gəlir ki, 150. Deməli, bu da doğrudur. Biz səhv axtarırıq. 1 kilometr, baxın burada ölçü vahidlərinə, 1 kilometr 1, 2, 3, 4, 5, 6, 6 sıfır olmalıdır. Yəni 1 milyon millimetrdir. 2 metr 2000, desimetrdən millimetrə 300, 4 santim da 40. Biz bunları toplasaq, bu 102.340 yazıb. Amma bizdə 1 milyon 2340 olmalıydı. Başa düşdünüz? Sıfırın bir, orada sıfırın biri yoxdur. İxtisara düşüb. Ona görə səhv olan D variantıdır. 2 top parçadan 18 eyni pərdə tikdilər. Birinci topda 48 metr, ikincidə 12 metr çox. Yəni birincidən 48 metr, ikincidə 48-dən 12 metr çox parça var. Yəni 60 metr parça var. Cəmi mənim neçə metr parçam var? 48 üstə gəl 60. 108 metr parçadan 18 pərdə tikilibsə, 108-i bölərəm 18-ə. Deməli, 2 top parçadan 18 eyni. 108-i böldük 18-ə. Deməli, bizdə burada oldu 6. İndi bizdən nə istəyir? Deyir ki, 6 bildiniz nədir? Bir pərdə 6 metr parça gedib. Bir pərdə üçün. İkinci topdan neçə pərdə tikdilər? Deməli, uşaqlar, bir il imtahanda uşaqlar nə eləmişdi? Götürüb, bura qədər gəliblər, ikincidə 12 sözünü oxub, 12 böl 6, 2 yazmışlar. 2 də variantlarda var idi. Axı, mən yuxarıda yazdım, ikincidə neçə metr parça var idi? 60. 60-ı da bölərəm 6-ya. Deməli, neçə pərdə tikildi?
10 pərdə. Diqqətli olun. Və görürsünüz, imtahanlarda uşaqların daha çox diqqətsizlik elədiyi hissələri də təkrar-təkrar deyirəm ki, siz o səhvləri eləməyəsiniz. Və sonuncu testimiz, bunu da izah edim. Qaçın kursa? 2 milyon 2002. Deməli, uşaqlar yadınızda qalsın. Milyon, min sözlərini görəndə nöqtə qoymaq lazımdır. 2 milyon. Sonra 2002. Və sonra yadıma salıram ki, axı hər sinifdə 3 rəqəm olmalıdır. İndi mən bunun yanına 2 dənə 0 yazsam, bu 200 olacaq. Deməli, mən sıfırları hara yazmalıyam? Qarşısına. Burada da yenə qarşısına 2 yazıram. Birinci sinifdə 1, 2, 3 fərqi yoxdur. Deməli, ədədimizin yazılışı olur bu şəkildə. Burada 3 sıfır var. Burada 1 sıfır var. Burada cavab olacaq C variantı. Burada da sonda 0 bizə lazım deyil. Düzgün cavab 25-ci testimizdə C variantı. Bitti. İnşallah kursdan qayıdım növbəti izahların da, növbəti sınaqların da izahını çəkəcəm. Amma siz çalışın təkrar-təkrar baxasınız. Sağ olun, uğurlar. Növbəti izahlarda görüşərik.